Səmimi cavab vermənizi istəyirəm. Övlada ata daha çox məhəbbət bəsləyir, yoxsa ana? Amma tam səmimi cavab verək. Övlada tərəf tutmadan tam ədalətli əgər söz istəyirsinizsə, övlada həm ana məhəbbəti, həm də ata məhəbbəti. Əgər övlada verəcəyi qayğını, məhəbbəti, duyğunu ana verə bilməz. Ana heç bir zaman atanın əvəzi formal ola bilər. Bəs mən də o qısaca deyirəm də, müzakirə olunmayan bir məsələdir. Amma Peyğəmbər bəyin sualına, amma formal ola bilər. Ana, ata yoxdur, ana həm atalıq edir, həm o başqa şeydir. Amma məhəbbət sarıdan axtarmaq, istəmək, sevmək sarıdan atanın xüsusi bir vəzifəsi var. Ananın xüsusi bir vəzifəsi var. Deməli, ana qayğı göstərdiyi qədər ata qayğısı göstərə bilməz. Ata göstərdiyi qədər ana. İndi qaldı sizin sualınıza. Sizin sualınıza gələndə baxın insanın mənəvi boşluğuna və dolğusuna. Əgər bu insan həqiqətən övlad sevər, halal yaşayan, düzgün yaşayan, ədalətli yaşayandırsa, o övladda heç bir boşluq bıraxa bilməz. O force-majeure başqa bir şeydir. Həyatda çətinliklər daha çoxdur. Çətinliklər keçdik, həyat daha çoxdur. Amma bu gün mənim əlimdən gəlir, Allah Quran-ı Kərimdə buyurur ki, Allah insana daşıya bilməyəcək qədər yükləməz. Sən əgər bu yükün altısındasın, deməli bunu bacaracaqsan, Allah sən bunu bacaracaqsan. Amma gərək bacarasan. Ködü xanım.